Salam dostlar, keçənki videomda Almaniyaya gəlmək istəyənlərin viza növü ilə əlaqəli buraxdıqları səhvlər, etdiyi səhvlər və viza növləri haqqında məlumat vermişdim və videomda da bu videomun başlığı olaraq demişdim ki, bu videomun başlığı Almaniyada insanlar necə olmalıdır, bu haqqda danışacağam. Dostlar, bu biraz düşünürəm ki, pis səslənir, necə olmalıdır, yəni insanlar hamımız bir cür ola bilərik, amma yəni videonu anlatdıqca biraz başa düşə bilərik ki, nə demək istəyirəm. Odur ki, videoya başlayaq dostlar. Deməli, Almaniyada insanlar dostlar, yəni nəinki Almaniyada, xaricdə insanlar Azərbaycanda da belə, yəni eyni problemlər yaşayır. Məsələn, Almaniyada yaşanılan problemlərdən biri hər hansısa bir insanın işdən çıxıb iş tapa bilməməyi problemidir və dostlar, yəni bu problemin ən böyük səbəbi, yəni gördüklərimə nəzərən deyirəm bunu, insanların iş tapa bilmirəm deyil, iş yoxdur deməsidir. Çünki yəni iş tapa bilmirəm bir insan mənə desə, mən deyərəm ki, danış görüm, yəni nələr eləyirsən ki, mən baxım ki, nəyi səhv edirsən, tapa bilmirsən. Amma bir insan mənə desə ki, mən iş yoxdur, mən artıq görürəm ki, bu insanın zehniyyətində günah, səhv öz tərəfində deyil, sırf işin olmamağıdır. Yəni belə qəbul ki, iş yoxdur. Və bir insan iş yoxdur deyə bilməsi üçün olduğu məkanı, hətta olduğu məkandan hər yer, yəni kənarları belə hamısını baxıb bilməlidir. Baxıb bilsə belə o yenə də deyə bilməz ki, iş yoxdur. Niyəsi? Məsəl üçün A nöqtəsindən B nöqtəsinə qədər iş baxa getmisən. Məsəl üçün A nöqtəsindən Y nöqtəsinə qədər deyim də. A-ya gəlmisən, B-yə gəlmisən, C-yə gəlmisən, Y-yə gəlmisən. A-dan soruşursan deyib ki, yoxdur. Gəldi məsəl üçün D-dəsən, A-da iş yox idi. Sən D-ni soruşanda məsəl üçün da A-dan kimsə işdən çıxıbdır. Yenə də sən heç vaxt deyə bilməzsən ki, iş yoxdur. Və yaxud da ki, bu şəhərdə yoxdur, okey? Yəni, iş sənin üçün vacib amildir. Yəni, həyatda qalmağın üçün, pul qazanmağın üçün vacib amildir. Sən dayanmamalısan. Yeri gəlsə başqa şəhərdə getməlisən. Bu şəhərdə yoxdur, başqa şəhərə getməlisən. Ailəlisən, yenə də getməlisən. Ailəlisənsə, vapşı çox getməlisən. Amma mənim burada gördüyüm adamların çoxsu deyir ki, iş yoxdur. Qardaş, yəni, mən də burada yaşayıram və mənim gətirdiyim nə qədər adamlar var. Yəni, gətirmişəm və o demək deyil ki, mən gətirirəmsə, daimi olaraq iş təminatını mən edəcəm. Mən gətirirəm, məsəl üçün, bir yarımdır iş dəyişmək istəyirlər və yaxud da ki, işdən hər hansısa bir səbəbdən çıxıblar. Özlərinə iş axtarırlar, tapırlar. Allahın olsun, yəni mənim burada insanlar tanıyıram, bəylərdən çox xanım tanıyıram ki, xanımlar tanıyıram ki, yəni dayanmırlar. Konkret bilsiz necə, sosialdılar, Almancalar da yoxdur, gedirlər vara, yəni yön verirəm, soruşuram ki, bax, necə danışırsan iş yerini, deyirlər belə, yəni ki, okey, səhvin budur. Yəni, sən biraz dilin olmasa da, heç olmasa dilin olmadığını belə Almanca göstər qarşı tərəfə. Yəni, ChatGPT vasitəsilə, süni intellektlər vasitəsilə cümlələr verirəm ki, salam, iş axtarıram, bu işləri bacarıram. Qarşı tərəf ən azından, yəni sənə başa düşməsə belə, yəni Almancan yoxdur, sonraki prosesi sənə başa düşməsə belə, sənin bu işləri bacardığını Almanca denən ki, başa düşsün ki, sən bu işləri bacarırsan. 5 cümlədir, əzbərləyəcəksən, girəcəksən, sosial danışacaqsan, deyəcəksən ki, salam, mən iş axtarıram, Almanca dil biliyim zəifdir, baristayam və yaxud aşpazam və yaxud da ki, bu bacarığa sahibəm, amma Almancam zəifdir. Amma düşünürəm ki, sizin işinizi bacara bilərəm. Ən azından, məsəl üçün, bir gün, 2 gün mənə PropTak deyilən bir şey var, yəni yoxlama müddəti verin, yoxlama günü verin, məni yoxlayın. Və beləliklə axtarırlarsa, dilin zəif olsa belə, səni işə götürəcəklər. Allahın olsun, yəni xanım tanıyıram, bəy tanıyıram, bəy deyir, iş yoxdur, xanım tanıyıram, bir gündə 4 dənə PropTaka girir. 4 dənə PropTak eləyir və onun 4-ündən də və yaxud da 3-ündən də cavab alır. Və o buna qarşılıq bəy deyir ki, iş yoxdur. Yəni, mümkün qədər sosial olmalısınız, mümkün qədər qarşı tərəfə özünüzü satmalısınız və özünüzü satmağınız üçün dil biliyiniz yoxdursa belə, satacağınız cümlələri, satarkən istifadə edəcəyiniz cümlələri bilməsəniz də olar, amma bir yerdən öyrənin, əzbərləyin, gedin elə deyin. Və yaxud da ki, belə bir problem var, mənim öz işçimdir, yəni də bir xanımdır, yan-yana getmiş işə, iş yeri danışmağa, mən aparmışam. İkisinin də apardığım sahə üzrə yoxdur, yəni təcrübəsi yoxdur. Müəyyən qədər var, amma yəni
yəni gastronomiya sahəsidir. Həmənki məsəl üçün də belə deyim, bunlar fast food ediblər, götürdüyüm işçilər. Fast food ediblər, amma yəni götürdüyüm restoran fast food restoranı deyil. Şeyə deyirəm ki, aşpazdılar, professionaldılar, yəni amma fast food üzrə. Yəni dediyimdə heç bir yalan yoxdur. Fast food üzrə professionaldılar. Professionaldılar, amma yəni sizin menyunuzu bilmirlər. Olar ki, bunlardan yəni iş axtarırsınızsa işləyəsiniz, proptaq eləyərsiniz. Ən azından zaten gastronomiya sahəsində də belə bir şey var ki, sən Çin mətbəxində işləyirsən, hal-hazırda Avropa mətbəxinə gəlmirsən, bacarmaya bilərsən. Sənin ora adaptasiya müddətin 2 həftəlik bir müddətdir. Və xanım deyir, yəni müdür soruşur ki, xanıma, yəni bacararsınız? Xanım, hə, bacararam. Gəldi bəyə soruşdu. Bəy etməyib deyə belə qalıbdı. Heç nə cavab vermir. Uzaqlaşdıqdan sonra səbəbini soruşuram ki, niyə belə yəni şey deyirsən, niyə adamı xoş cavab vermirsən, yəni ürəklə cavab vermirsən. Adam çünki səni artıq işə götürməyə qorxur. Niyə xoş cavab vermədin? Yəni belə ürəkli cavab vermədin. Bacarmıram. Yəni qardaş, yəni görürsən sənin beynindədir. Yəni bacarmırsan, xanımı da, yəni gedəndə danışmışıq ki, şeydir. Yəni pasifdən başqa heç nə bacarmırsınız. Amma gördün xanım necə şey elədi? İşə götürüldü. Düzdür, hər ikisini də çağırdılar. Yenə də bəy getmədi şeyə, yəni proptaqa. Xanım getdi, xanım hal-hazırda da orada işləyir. Yəni beyində çox şey, beyindən çox şey asılıdır. Yəni sən bunları nəzərə almalısan. Okay, və yəni yeni, yəni mən çox adama deyirəm bunu burada. Okay də, yəni bir şey heç bacarmırsan. Ümumiyyətlə aşpaz deyilsən, aşpazlığa getmirsən iş danışmağa. Okay. Və belə olsun. Yəni şeydir. Yəni sən 1 saat ücretsiz işləyəcəksən, yəni pulsuz işləyəcəksən və yəni çox yerdə sənə tüylər yox, yəni daha çox Alman yerləri sənə pulsuz işlətmir zaten. Bir gün deyir ki, okey, yəni gəl bax sənin işləkliyinə. Geri qalan günləri zaten şeydir, yəni sən işləksənsə səni yenə də çağırırlar işə. Ki, yəni proptaqın bitdi, sən işləksən, yəni gəl öyrən. Öyrənənməsən belə də sənin təcili pula ehtiyacın var. Get işdə 2 gün, 3 gün işdə lap zərər vursa, o zərər səndən alası deyirlər. Almayacaqlar. Heç olmasa o 2-3 gün əlbə o pul keçsin. Yəni yaşamağın üçün pul olsun. Bir var, yəni çox pis vəziyyətə qalasan, bir də var ki 2-3 gün gedirsən, narazı qalsınlar səndən. Amma işləyib şey eləyəcəksən, pul qazanacaqsan, özünü pis vəziyyətə salmayacaqsan. İnanın ki, yəni gedib işləyib 2-3 gün işləyib pul qazanmaq, pulsuz qalıb ondan bundan borc almaqdan çox yaxşıdır. Yəni belə davam edər. Bu şəhər qutardı, bütün restoran səni tanıyır. Get başqa şəhərə, təksənsə get başqa şəhərə. Amma yəni bu başqa şəhərə keçməməyin üçün də yəni özünün içində deməlisən yetər, deməlisən. Məsəl üçün tutaq ki, IT sahəsinin işçisən, IT sahəsi üzrə iş tapa bilmirsən, gedirsən yəni pulsuzsan, yəni aşpazlığa müraciət edəcəksən. Bir yerdən çıxmısan, ikinci yerdə ağlığa qoymalısan ki, okey, mən hələ ki bu IT sahəsində işləyə bilmirəm. Beynimdən bunu hələ ki çıxardım, yəni cibimə bir pul gəlsən maddiyyat. Yəni mən ikinci yerdə işə başlayanda daha diqqətli, daha canfəşanlıq göstərim ki, məni bəyənsinlər. Allah hamd olsun, elə iş yerləri tanıyıram ki və işçilər tanıyıram ki, işçi bacarmır. Amma həqiqətən iş yerinin sahibləndiğinə görə, yəni öz iş yeriymiş kimi işləyir işçi. Ki, mənim məkanımdır bura. Yəni və yaxud da ki, belə deyim, xanımdır və yaxud da ki, yaşca balaca bəydir, sahiblərin xətrini çox istəyir. Abi, yəni bura mənim abimin məkanıdır kimi həqiqətən də yaxşı işləyir. Azərbaycanda deyirik biz bir ailə, yəni Azərbaycanda bu istismar olunur. Amma həqiqətən də yəni sən xaricdə, düzdür, insanlıqdan insanlığa görə dəyişir, amma sən zaten də bir iş yerinə sən dəyərini göstərsənsə, iş yerinin sahibi oranı zar-zor açıbsa, oranı ayaqda tutmaq istəyirsə, yəni baxır ki, sən yəni o iş yerinin şeydir, həqiqətən də ayaqda tutmağa çalışırsan, bacarmırsan, okey. Amma səni öyrətsə, bunu başa düşür iş yeri. Səni öyrətsə, yaxşı öyrətsə, sən o iş yerini qəşəng idarə edəcəksən və səni saxlayır. Yəni sən də o işi öyrən, beynində aytişnikam olaraq saxlama. Öyrən. Onu öyrəndin, artıq orada işləyib pulu qazana, yenə də IT işinə yönəl. Yenə də IT işində davam elə. Mən belə deyim dostlar, mən yəni Türkiyədə oxumuşam universitetimi. Mən bunu çox danışdığım adama deyirəm. Mən indiyə qədər demək olar ki, bəlkə tamadalıq eləməmişəm. Yəni bütün hər işi görmüşəm və
Demək olar ki, də gördüyüm bütün işləri həqiqətən də öyrənməyə çalışmışam və bu dəqiqədə Allah eləməsin istədiyim bir işdən, yəni işlədiyim bir işdən olsam, mənim istədiyim işi tapa bilməsəm belə, mənim həyatda qalmaq üçün, pul qazanmaq üçün hər hansısa bir işdə işləyib, yəni pul qazanmağım daha asandır. Və siz də burdasınız və sizə mən viza dəstəkçiləri, hər hansısa bir kurs, sizi bura gətirən yəni tərəf, sizə burada onların yolu ilə gələrkən işləyəcəyiniz işlə, yəni onların sizə təkliflədiyi işlə sizə burada çox gözəl gələcək qazanmağınızı vəd eləmirik biz. Azərbaycandan gözəl maaşdır, okey. Amma xoş gələcək, yəni sizə vəd olunmur o işlə. Amma sadəcə gəlib zaten də o işlə keçiminizi sağlayıb, Almaniyaya adaptasiya olub, artıq istədiyiniz işə yönəlməyiniz üçün fürsətdir, belə deyim. Və mühasibsiz, okey, məndə mühasib işi yoxdur. Demək olar ki, Azərbaycandakı heç bir şirkətin yanında demək olar ki, mühasib işi yoxdur. Və sifarişlə də belə olsa tapırıq biz belə işləri. Çünki ofis işləridir, biz işi tapağımız, yəni gəzirik, telefona əlaqə saxlayırıq, elə yəni şey deyirik. Amma mühasib işləri, yəni ofis işləridir, terminlə olur, yəni randevu ilə olur. Yəni onları randevu götürüb gedib danışmaq falan filan, hələ qarşılıqlı mühasiblə intervyu olması falan filan bu kimi prosesdə çətindir və biz bu çətin proseslərə qatlanmaqdansa hamının bacaracağı işləri tapırıq. Yəni biraz daha aşağı səviyyəli işlər. Amma yəni gələnlər, məsələn, mən mühasiblər tanıyıram ki, gəlir burada maşın sürür, yəni sürücü işləyir və yaxud da ki, aşpaz işləyir, barista işləyir, gedir, öyrənir işləyir. Və sən gəlmisənsə də, yəni buradasansa da mən mühasiblər tanıyıram, şans kartını alır, gəlir, düşünmür ki, dil biliyi yüksək deyil. Dil biliyi yüksək deyil və onun burada mühasib işləməyi biraz çətin olacaq. Həmçinin beynəlxalq sertifikatları yoxdur, daha da çətin olacaq. İndi bu adamın bir roadmap-i var. Yəni gedəcəyi yol var ki, bu məqsədim üçün mən hardan başlayıb, hansı yoldan keçib, hansı yola getməliyəm. Bu adam məsəl üçün birinci dili öyrənməlidir. Çünki yəni şirkətin yəni pul hesabını aparır, vergi hesabını aparır, hər şeyini aparır. Bu adamın almancası olmalıdır ilk növbədə ki, şirkətdə işləyənlərlə yəni qarşılıqlı əlaqəli şəkildə işləyə bilsin. İkinci bir şeyi almancası yenə də olmalıdır ki, Almaniyada vergilər falan necə işləyir, onu öyrənə bilsin. Onu öyrənmək üçün böyük ehtimal ki, hər hansısa bir kursa yazılacaq, Almanca kursa yazılacaq, yəni mühasiblik kursuna öyrənmək üçün şeydir. Yenə də Almancası olmalıdır. Almanca üçün kursa getməlidir, yenə də maddiyyat sağlanmalıdır. Yəni maddiyyat da rol oynayır Almanca. Amma ilk növbəsində maddiyyatdır. İndi okey, mən mühasibəm deyil, aşağı səviyyəli iş işləməsə, aşpazlıq işləməsə, dönərxanada gedib ət kəsməsə, bu məqsədinə çatmayacaq. Qayıdacaq Azərbaycana və xərc də qoyubdur və məsələn, bir illik gəlib da bura iş axtarmaq, şans kartı ilə. Adam bir il boyunca mühasiblik axtarır. Qardaş, sənin roadmap-in var. Sən birbaşa buradan gedib mühasiblik, sənin Almancan zəifdir, sənin beynəlxalq sertifikatın yoxdur və yaxud da Almancada hər hansısa bir mühasiblik proqramını tutaq ki, bilmirsən və bilmədiyinə rağmen sən gəlmişsən başdan aşağı mühasiblik axtarır, tapa bilməzsən axı. Tapa bilərsən, səni götürməzlər. Və sən bu şeyi aşmaqdan ötürü şans kartı iş şeyidir da, iş tapmaq vizasıdır. Okey, işini tap, viza növü öncə dəyişdir. Okey, dəyişdirəndən sonra, yəni aşpazlıq bilmirsən, sat özü, deyən ki, bilmirəm, Azərbaycanda işləmişəm. Deyən sənin menyuvu, məsəl üçün, bilmirəm. Və işdə elə. İşlədin, öyrənəcəksən, zaten baxın, aşağı maaşını işlədəcəklər, okey. Amma bilirsən ki, Almaniyada artıq qalırsan, Almaniyada artıq əlinə pul keçir, Almaniyada artıq əlinə pul keçir deyə artıq o mühasiblik kurslarını yazıla bilərsən, dil kurslarını yazıla bilərsən, o sertifikatlara sahib ola bilərsən və yazıldın, öyrəndin, okey, və gəldin o səviyyəyə çatdın, artıq işini dəyiş. Belə. Yoxsa ki, iş yoxdur, əlbəttə ki, yəni sənin zehnində iş yoxdursa, bitdi. Dostlar, yəni bu mövzu həqiqətən də, yəni düşünürəm ki, bəlkə 3 saat danışa bilərəm, 4 saat danışa bilərəm, bəlkə bir gündə danışa bilərəm. Elə olur ki, məsələn, ağlıma məsələlər gəldi, gəldim mühasiblik temasına girdim, o digər yarım qalan da mövzu oldu. Amma yenə də yəni çox danışmaq olar. Əsas odur ki, yəni insan yəni bacarıqlı, fərasətli olsun. Yəni istəyindən tutub mən bunu istəyirəm deyib qalmasın elə. Həqiqətən insanlara baxıram, bir istəyi var, o istəyinə gedən yola baxmır, birbaşa istəyə baxır, o istəyə heç vaxt gedə bilmir. Yəni istəyi gedən yolu başdan özün analiz etməlisən. Yəni bu mövzuda da yəni mən
heç bir ödəniş olmur. TikTokdan canlıdan nömrə verirəm, danışırıq. Deyirəm ki, bax qardaş, yəni mənə görə sən bu istəyə çatmağın üçün bu yolu getməlisən. Və Allaha çox şükür də ki, yəni çox iş haqqında məlumatım var. Yəni bilirəm ki, də gəlib Almaniyada hansı sənədləri, hansı sertifikatları almalıdır, hansı sənədlərə malik olmalıdır. Ona görə də yəni düzgün analiz verə bilirəm çox şükür. Və yaxud da ki, mən başdan soruşuram ki, sən Almaniyada işləmək üçün hansı sənədlərə ehtiyacın var? Deyir, bu. Deyirəm ki, əlində pul var, yox. Onda sən bu yolu keçməlisən. Almancan var, yox. Almancanın məsələn ən yaxşı qaydada Azərbaycanda onlayn kursa yazıb, gəl burada yaşayıb işləyə. Orada öyrəndiyi canlı praktika ilə daha tez öyrənib. Baxın bunu da deyim. Bir dənə müştərim var. Bəlkə bir 2 aydır falan belə yəni kursa gedir. Müştəri hələ də A1-i çox yaxşı bilmir. A1 dərəcəsini yaxşı bilmir. Müştəri burada səhv etmirəmsə elektroenergetika mühəndisi olmaq istəyir. O üzrə ixtisas üzrə işləmək istəyir. Və 2 aydır A1-i bilmir. Yəni çox yaxşı bilmir. Və ona məsləhətim nədir? Bax, sən Azərbaycandasan, Azərbaycan mühitindəsən, sən sadəcə dərsdə Almanca məşğul olsan və yaşı da çoxdur. Deyirəm ki, sən yaşın çox olduqca 38-dir, 40-45 olsa Almaniyaya gəlməyi həqiqətən çətinləşəcək. Çünki iş yerləri daha çox maaş göstərmək məcburiyyətindədir və iş yeri baxır ki, sənin o birisilərin nə fərqi var, niyə göstərim? Almaniyadan da oldu bu şeyində, halında. Deyirəm ki, hər hansısa bir yolla, yəni qaçaq yolu, yəni hər hansısa bir işlə Almaniyaya gəl. Almaniyaya gəldin, işdə. O işi də Azərbaycanda bir ay, məsələn, barista ən asan da öyrənilən işdir. Bir ay yarımı coffee shopda gedib öyrən. Okay? Öyrəndin, gəldin Almaniyaya. Almaniyada bu işi işləyə. Azərbaycanda kursa yazıl, A2 dərəcəsinə qədər. Yəni A2 dərəcəsi daxil olmaqla o təhsili var, burada praktikayla tez öyrənəcəksən. 3 ay sən A2 olacaqsan. Okay? Ondan sonra Azərbaycanda kursdan çıx, burada B1 B2-ni buradakı kursları öyrən və daha qəşəng öyrətsinlərsə, ondan sonra ixtisasın üzrə iş axtar. Və zaten də diplom tanınır burada, yəni heç bir sertifikata gərək yoxdur. Diplom üzrə iş axtar, tapdın, işləyəcəksən, tapmadın, amma artıq əlində məsələn 6 aydır barista şeysən, yenə də əlində iş var, peşəkarsan, nə vaxt taparsan. Amma Azərbaycanda da zaten sən bu yolla gəl elektroenergetika mühəndisi olmaqdan ötürü vaxt sərf edirsən. Zaten sən belə getsə 40, 41, 42, 45 yaşına qədər Azərbaycanda qalacaqsan, bunu gözləyəcəksən, amma yenə də heç nə əldə edə bilməyəcəksən. Ondan sonra hərəkətə keç. Yəni roadmap-i qur, hərəkətə keç. Bitdi. İkinci bir mövzu, dostlar, dildir. Baxın, dostlar, yenə də deyirəm, mənim belə Almanca danışıq səviyyəm çox azdır, çox azdır. Amma mənim belə bir plusum var. Yəni mövzunun özünü deyim, bura Azərbaycandan yəni dostlar gəlir və o iş olmamağı baxımından da yəni bunu deyəcəm. Dil səviyyələri aşağıdır. Deyir ki, iş tapa bilmirəm. Deyirəm ki, dostum, niyə tapa bilmirsən? İşi deyir, dil bilgim yoxdur. Deyirəm ki, bunu birinci videoda demişdim. Yəni birinci hissədə dedim. Yoxdur, öz bacarıqları bu şeylə, yəni o bacarıqları bu işə ehtiyacın olduğunu, sonra yəni hər şey da bir 10 cümlə hazıra, get danış, başa düşməsən deyirəm ki, şeydir da, Almancam azdır, üzr istəyirəm. Olar ki, tərcümə proqramı istifadə edeyim. Elə. Və zaten də baxın, mən indiyə kimi neçə dənə yəni dostlarla iş baxmağa gedəndə dili biliyi olmadan, yəni bunu mən buradayam, mən görürəm. Yəni bunun əsasında mən deyirəm, qarşı tərəf həqiqətən də, yəni sən onunla xoş, gülər üz, belə çətinlik düşəndə biraz belə eləyəndə qarşı tərəf həqiqətən səninlə empatiya əsasında şey deyir. Sənə anlayış göstərməyə çalışır və sənə kömək eləməyə çalışır həqiqətən də. Və sən məsəl üçün də baristasan, super baristasan, sən desən ki, mən super baristayam, super sözü zupa olsun. Məsəl üçün super desən də başa düşəcək. Super baristayam desən belə başda o səni əlində tutmaq üçün səndən illa ki bir ortaq səni əlindən qaçırmamaq üçün o əlindən gələni eləyəcək. Bunu onun gözünə sox. Dil bilin əksikdir, super barista olduğu onun gözünə sox. Və yaxud da təcrübən azdır, okey, deyirəm ki, yəni onun da şeylər, deyirəm ki, belə, amma çox qəşəng öyrənmək bacarığım var, öyrənəcəm. Yəni öyrənə də bilməsən də yenə deyirəm, 10 gün, 15 gün işləyəsən və yaxud da 2-3 gün işləyəsən, yəni də onun da puldur. Cibivə qoyarsan. Amma dil biliyim yoxdur deyə evində oturma. Çıx insanlarla danışmağa çalış. Yəni özünü çəkmə. Mən həqiqətən də yəni çox adam gətirirəm, çox adam tanıyıram gələn. Dil biliyi yoxdur deyə özünü evə qapadır və yaxud da dil biliyi yoxdur deyə özünü ancaq özünə yəni həmvətənli, türk, yəni belə toplum tapmağa çalışır. Yəni bu sizə ziyandır. Məsələn, mən Almanca dil biliyim azdır.
Mən bir yerə girəm, deyirəm ki, bağışlayın bir dəqiqə. Məsəl üçün dövlət qurumlarına girirəm. Hətta mən burada yəni bir çox müştərimə məsəl çəkmişəm. Yəni nümunə olaraq göstərmişəm. Mən məsəl üçün bir dənə müştərim mobbinq olmuşdu. Həmənki müştərim üçün iş məhkəməsi falan kimi, yəni bu kimi prosedurlar oldu. Mən Almancam yoxdur, müştərimin də Almancası yoxdur və həqiqətən də ona da çox yüksək özgüvən qazandırdım bu prosesdə. Girdim iş məhkəməsinə, müştərim də yanımda. Dedim ki, ChatGPT-nin belə bir qəşəng özəlliyi var. Səs funksiyası ilə deyirəm ki, bir dəqiqə üzr istəyirəm, Almancam çox azdır və zaten sizə bu imkan tanınır. Deyirəm ki, şeydir, Almancam yoxdur, mən bir dənə translatoru, yəni tərcüməçini ayarlayım, elə davam edir. Gözləyirlər, deyirəm ki, ChatGPT-ni açıram, deyirəm ki, qarşı tərəfə deyirəm ki, mənim Almancam yoxdur, sizin dedikləriniz siz danışın. Sizin dedikləriniz mənə avtomatik Azərbaycanca tərcümə olunacaq, mənim dediklərim isə sizə tərcümə olunacaq Almanca və normalda bunu qəbul eləməzlər. Amma ChatGPT-nin bu özəlliyi yaxşıdır ki, dedikləri ChatGPT-nin də mənə algılayıb tərcümə elədiyi, yəni tərcümə elədiyi səslə olur, amma onun dediyi yazılır və adam da görür ki, yəni o demədiyini mənə demir. Ancaq dediklərini dediyini görür və buna görə qəbul edirlər. Və mən də həmçinin, yəni baxıram ki, mən dediyim şeydir və bunu səsli olaraq da bildirirəm ki, yəni narahat olmayın, sən də kontrol edəcəksən, mən də kontrol edəcəm. Yəni ChatGPT özünə yəni öz başına, yəni başqa şeylər qatmayacaq və ChatGPT-nin ayarlanmağında belə olur ki, qarşımda alman var. Mənim ona dediklərimi almanca, onun mənə dediklərini Azərbaycanca tərcümələ heç bir şey komment qatma. Və bu cürə, yəni əvvəlcə ona başa salır, deyirəm, əvvəlcə başa salır ki, belə olacaq. Sonra yəni danışdıqlarımız avtomatik bir şeylə tərcümələ. Və belə başlayır. Və bütün bu proses ChatGPT ilə sona çatdı və uğurla da sona çatdı. Və heç kim də heç nə deyə bilmədi. Və zaten deməkləri belə qanuna uyğun deyil, qanunsuzluqdur. Bunu ən birinci videomda, YouTube videomda demişdim. Bir insanı sizə, siz Almaniyadasınız, siz Almanca danışmalısınız deyə sizin qarşınıza qayda qoymağı, qanun qoymağı qanunsuzluqdur və irqçilikdir. Həmçinin də sosial şəbəkədə də yəni həqiqətən də mübahisə edirəm. Bir Azərbaycanlının biz Azərbaycanlıyıq, niyə türklərlə Azərbaycanca danışmırıq, ora gedən biz danışırıq. Danışmalısan. Sənin qarşı tərəfi anlatmağın üçün sənin yəni sən bu insanlığını göstərmirsən, sən irqçi bir insansan. Sən irqçisən, milliyyətçisən, amma irqçisən. Həmçinin də Almaniyada da, yəni bir insan sizlə anlaşmağı üçün hər cürə yola okey deməlidir. Amma hə, məsələn, iş yerinin ola bilər, kafesi ola bilər, qanunudur, işə götürmə qanunudur. Almanca yüksək bilməlisən, çünki qarşıva almanlar gələcək, sən istəklərini bildirəcəklər, sən Almanca danışmalısan. Və yaxud da ki, yəni özəl də çalışırsan, hər hansı, məsələn, IT sahəsində özəl çalışmaqsan, sənin yenə də Almanca dil biliyinə ehtiyacın olmalıdır. Qarşı tərəf müştəri səndən tələb edə bilər ki, qardaş, məsələn, istəklərini deyəcəm, neçə minlik proyekt olacaq. Yəni sən məni başa düşməsən, düzgün başa düşməsən, necə olacaq bu? Amma hər hansı, məsələn, bir məsələndə, sənin məsələndə, dövlət qurumunda sənə heç bir insan deyə bilməz ki, sən Almaniyadasan, Almanca danışmasan, bu qanunsuzluqdur. Və bunun sonuçları da, yəni nəticələri də çox kötü ola bilər, pis ola bilər. Məsələn, bir Alman şəxs mənə desə ki, sən Almaniyadasan, Almanca danışmalısan və bunu ən birinci videomda da bir nəfərə, yəni nümunə göstərdiyimi demişdim Alman şəxsə və həqiqətən də öz hərəkətlərini düzəltdi. Mənə deyir ki, Almaniyadasan, Almanca danışmalısan. Dedim ki, sən bilirsən ki, bu qanunsuzluqdur, ümumiyyətlə qanunsuzluqdur. Dedim ki, indi mən Azərbaycanlıyam və Azərbaycanda da yaşayan almanlar və sən bu sözü mənə dedin deyə Azərbaycandakı alman vətəndaşlarına təhlükəyə atdığını bilirsən. Mən də gedib propaganda başlada bilərəm ki, bundan sonra heç bir alman şəxsi ilə ingiliscə və yaxud da ki, Almanca bilirsə, Almanca danışmayın, Azərbaycanca danışsınlar və acından ölürlərsə, qoy acından qırılsınlar, köməklik göstərməyin, anlamayın. Həqiqətən səhvim başa düşdü. Və bu məntiqlə, yəni siz qarşı tərəfə bunu anlataraq necə bir səhv hərəkət elədiyini başa sala bilərsiniz. Yəni sizə əgər bu hərəkət oldusa, tək ki başa salın. Hər hansısa bir yolla və bunu başa sala bilmək yolunu tapmaq özü bir fərasətdir və sizin iləri getməyiniz. Mən bu dəqiqə yəni burada mənim Almancam çox azdır. Mənim gətirdiyim müştərilər Almancaları məndən daha yüksəkdir. Amma məni qıraqdan görsələr Alman kimi gəzirəm küçədə. İş yerlərinə girib iş danışmağım Alman kimidir. O özgüvənlə girirəm. Dil bilim yox, nə olsun? Qarşımdakını başa sala bilirəm. Yəni kim nə deyə bilər? Heç nə. Mənə işə götürən mənə deyər ki, qardaş, yəni iş prosesində Almanca istifadə olunur. Ona görə başa düşməyir. O deyər, okey. Amma kimsə mənə qarşı sənin dilin yoxdur deyə mən səninlə danışmıram deyə bilməz. Və xüsusilə də bu
Yəni küçədəki adam deyə bilər, okey, amma heç bir dövlət qurumu, heç bir bank, heç bir şey deyə bilməz. Və yaxud da ki, bir iş yerinin işçiyə ehtiyacı varsa, zaten baxır ki, mən onunla anlaşıram belə da tərcümə proqramı ilə və yaxud da ki, ingiliscə danışıram daha çox. Mən yəni tərcümə proqramında demək olar çox istifadə eləmirəm, ingiliscə danışıram. Yəni atkaz eləmirlər. İngiliscə danışa bilsən, ingiliscə danış. Qarşındakının milliyyətini belə təxmin edirsənsə, birinci soruş, Arabik, Turkish, soruş ki, şeydir, bu dillərdən hansını bilsən. Ərəbcə bilsən, ərəbcə danış, qarşındakı ərəbdirsə. Türkcə Allah mənə bu da olub ki, yəni ingiliscə özümü yormuşam, axırda bəlli olub ki, yəni bir dənə başına soruşmadığıma görə ki, yəni türkcə yoxsa ingiliscə. Soruşmadığıma görə ingiliscə özümü yormuşam, axırda bəlli olub ki, şeydir, adam türkülmüş. Belə dostlar, yəni dediyim kimi sadəcə cəhd göstərin və oturun, yəni heç nədən utanmayın. Yəni belə bir, yəni 17 yaşımdan da xaricdəyəm, eyni ölkələrdə deyiləm. Yəni 17 yaşımda mənim yürütdüyüm bir dənə prinsip var. Məni bir insan bir dəfə görə bilər. Yəni böyük ölkələrdə bir insan bir dəfə görə bilər. Yəni işə girdim, Allah rəhmətin, biabır oldum, çıxdım, bir də o tərəfə getməyəcəm. Və yaxud da gedəcəm. Mən gedəcəm, yəni mənim üçün heç nə problem yoxdur. Gedəcəm, onun yanındakı yerindən də işləyəcəm. Geçsin, o ona şikayət etsin ki, bu adam belə eləmiş, çıxartı şeydir. Yəni çıxartsın cəhənnəm, bir günün, 2 günün pulunu alacam. Ondan sonra o bir yana gedəcəm. Və yaxud da ki, bunlar mən unutmaq üçün bir ay orada işləməyəcəm, gedəcəm, bir ay başı tərəf işləyəcəm. Amma tək ki, pulum gəlsin. Yəni xaricdəyəm, güvəndə olmalıyam. Və yaxud da ki, yəni illa ki, cəhd göstərin və bu prinsipdən ki, bir insan məni bir dəfə görəcək, yəni ona görə ürəkli olur. Yəni dilim yoxdur, biabır olaram. Kim deyə səni tanıyam? Xaricdə kimi səni tanıyam? Yəni zaten nə hörmətin var ki, burada yəni belə pis çıxmasın. Həqiqətən də sıfır hörmətdəsən də hal-hazırda. Yəni gəlmisən, heç kim tanımır. Amma zato məsələn dil bildiyin yoxdur, qorxsan ki, biabır olarsan. Başa salmağa çalış, başa saldın, işə qəbul aldın, hünərinlə, bacarığına hörmətin 100 olsun. Yəni dilə görə biabır olmağı boş ver. Nəyəsə, hansısa hərəkətə görə biabır olmağı boş ver. Xaricdəsən və xüsusən də yəni ailəli insanlar, yəni özləri gəlirlər bura, ailələrinə pul göndərməlidirlər. Biabır olaram. Qardaşım, sən burada bunu eləməsən, ailən orada biabır olar. Və yaxud da ki, ilk əvvəl sən ailənin qabağında biabır olarsan, sonra ailən də orada biabır olarkən, yoldaşın getdi ora, pul qazanacam deyə, indi borc alırıq biz olaraq. Hələ sən qürbətdəsən deyə, onlar borc alıb özü dolanmayacaq. Onlar borc alıb sənə göndərəcək ki, sən qürbətdəsən, başına necə iş gələr. Yəni, bunun üçün hər şey eləməlisiniz, hər cür cəhdi eləməlisiniz. Ağlınıza heç nə gəlmir, insanlıq halıdır. Yəni, bizdən soruşun. Bir dənə Facebook açın. Məsəl üçün, bir dənə insan adı yazın, oğlan adı yazın. Oğlansınız, yəni xanımdan soruşmaq utanırsınız, oğlan adı yazın. Yanına olduğunuz şəhərin adını yazın. Məsəl üçün, Elvin tutaq ki, Bon. Mən Bon şəhərindəyim. O da nə məndir? Mən məsəl üçün, Facebook hesabım var, yaşadığım yeri Bon yazmışam. Almanya Bon. İndi Elvin adı burada, Bon şəhəri burada. Facebook sizin qabağınıza çıxardacaq. Yazın, mesaj yazın. Yəni, mən görmədim, lap başqası. Yəni, bu cürə dayanmayın. Soruşun ki, qardaş, belə bir çətinliyim var, bunu necə həll edə bilərəm? Mən nə edə bilərəm, belə həll edə. Yəni, mən bir dənə çözüm denəm. Və ya da ki, bu sənədlərim var, bunu həll edə bilmirəm. Gedib nə desəm olar. Yəni, bu kimi şeylərdə zaten sizdən insanlıq varsa ödəniş istəməyəcək. Mən Almanya soğuda yazan var ki, yəni, hansıyla danışıram, məsləhət görürəm. Bez problem. Azərbaycanda olanla da belə danışıram. Mən nəyin qarşılığında pul alıram? Əlimdə iş yeri var. O iş yerini yəni pulla satıram. Yəni dəvətin göndərirəm, viza dəstəyini göstərirəm, pulla satıram. Amma yox, sən gəlmirsən, çətin vəziyyət düşünürsən, əlbəttə ki, məsələ yardım göstərəcəm, məsləhət verirsən, məsləhət pulsuz sənə deyəcəm. Cibimdən mənim pul çıxmayacaq, amma sənə məsləhət verəcəm. Deyəcəm qardaşım, belə eləsən, yəni mənim başıma yəni təcrübəm varsa o şey üzrə, deyəcəm mənim başıma bunlar gəlibdi. Belə eləmişəm, çıxmışam, indi bilmirəm. Çıxa bilərsən ya yox, amma belə bunu yoxla ən azından. Yəni bu cürə məsələn çevrə qurdunuz, yəni tapdınız. Və yaxud da ki, hər hansısa bir Türk adı yazın. Türkiyə, Almanya yazın. Olduğunuz şəhərdə də olmağına ehtiyac yoxdur. Türkiyə, Almanya yazın. Hə, yaz. Facebook baxsın ki, doğduğu yer Türkiyədir, yaşadığı yer Almanyadır. Və yəni Türk adına görə Türk tapını gətirsin. Elə şeydir. Yazın, soruşun. Məsləhət verəcək. Yəni 90% verir. Verməsə də canları sağ olsun. Borçları deyil. Amma aralarında illa ki, məsləhət verən çıxacaq. Yəni, bir var heç nə eləməyəsiniz, bir var ən azından elədiniz və ümid də həqiqətən çox gözəl bir şeydir. Bir var ümidsiz oturub belə yəni negativ oldunuz, çöktünüz, üzünüzdən gülüş yağmadı, getdiniz iş yerində danışdınız, iş yerində baxdınız bu negativ adamdır, sən işə götürmədi. Bir var yəni məsələn hər hansısa bir Türkdən, Azərbaycanlıdan yazıb şey eləmişsiniz, ümidiniz var ki, o sizə cavab verəcək, gülər üzlə girdiniz, danışdınız, yəni sizi işə götürürkən gülər üzlü,
işi bilmir, hə, almancası yoxdur, amma zaman zaten o almanlar iş yerləri nə qədər bizim kimi insanlar görüb ki, dil biliyi olmayıbdır, gəlib 2 ayın, 3 ayın içində həll eləyibdir. Yəni, belə bir sual yarana bilər, sən özündə niyə yoxdur, bəs deyirsən yoxdur. Mən cəhd etmirəm, heç etmirəm. Mənim çünki fərasətim var, mən ingiliscə, mən proqramlarla çox qəşəng həll edirəm, işlərim almanlar kimi yolunda gedir. Yəni, belə danışıram, fərasətimlə. Yəni, vaxt itirmək istəmirəm almanca ilə və almanca anlamağım da artıq da, məsələn, belə bir şey də var, həqiqətən də almanca öyrənmək üçün. Almanca öyrənmək istəyirsə, kursa da pul vermək istəmirəm. Mənim almanca anlamağım yaxşıdır, çox qəşəngdir. O qədər ingiliscə danışmışam ki, qarşımdakı alman ingiliscə bilmir, amma mənə kömək eləməyə çalışır, mənimlə almanca danışır. Və almanca sözlər həqiqətən də ingiliscəyə yaxındır. Yəni, adicə məsələn, mən saymağı ilk dəfə almanca 1-dən 10-a qədər öyrənmişdim. Sonra baxdım ki, həqiqətən də 10 ilə 20 arası sözlərin sonları, yəni rəqəmlərin sonları baxanda elə idi ya. Baxdım ki, 10 ilə 20-yə qədər rəqəmlərin sonları şey kimi ingiliscə kimidir. Yəni yaxındılar. Fikir verdim. Sonra 20-dən 100-ə qədər olan sözlərin o qaydasını tutdum ki, hə, tərsdən başa 10-luğa, yəni təkdən 10-luğa doğru deyirsən. Super. Və 1-dən 10-a qədər əzbərlədim, yadımda saxladım. Ondan sonra avtomatik davamı gəldi. Və indi ingiliscə danışan qarşımdakı almanla danışan, o mənə almanca danışa ingiliscə sözlərinə bənzədirəm. Həqiqətən də yəni diqqəti isə bol olmalıdır. Bunun haqqında da danışmaq istəyirəm bu videoda. Diqqət edin, ağzına baxın. Həqiqətən bir xanım var, yəni danışanda, biri ilə danışanda baxıram, həqiqətən də adamın konkret belə eləyir, adamın ağzına baxır, ağzının içinə baxır da, yəni dili nətər şey deyir. Qıraqdan gülməli görünür, amma həqiqətən də o xanıma halal olsun. Yəni almancasını gəldi burada, A1 almancası var idi. Hal-hazırda B1 almancası var. Gözünü zilləyib ingiliscəsi yaxşıdır. Kursa getmədən elədi bu arada. Gözünü zilləyib hər gün söz əzbərləyib, qrammatika oxuyur. Zilləyib alman ağzına baxa-baxa elə qarşındakı başa düşür və elə şeydir. Mən də diqqətlə baxıb sözlərinə qulaq asıb, o məsələn 10 cümlə dedi, 10 cümlənin içində bir 10 dənə söz keçdi, toplam 100 söz. 100 sözdən məsələn 20 sözü ingiliscə ilə yaxınlığı ilə mənasını başa düşüb, söhbət nədən gedir başa düşdüm. Nə dedi başa düşdüm. Всё. Aram zaten ingiliscə anlaya bilir, sadəcə qrammatika bilmir deyə mən də almanca danışmamağım bu səbəbdəndir. Söz bazam var. Hal-hazırda, yəni əvvəllər yəni başa düşürdüm, mən danışıram. Hal-hazırda söz bazam var, qrammatikam yoxdur deyə danışmağa cəhd göstərmirəm. Və belə yəni söz bazam yaranmış oldu. Hə, bu söz buymuş, bu söz buymuş, bu söz buymuş. Sonra bu sözlərin mənasını bilirəm deyə, yəni o cümləni də başa düşmüşəm deyə, o cümlədəki hansı sözlərin hansı mənaya gəlir deyə, o sözlərin mənasını bilib söz bazası əldə etmişəm burada. Və dostlar, həqiqətən də belə bir şey deyim. Yəni bu diqqət mənasında, qarşı tərəfə diqqət mənasında. Məsəl üçün, yəni tək dil öyrənmək baxımından yox, qarşımızdakını diqqət etmək baxımından. Yəni mən bunu çoxdan kəşfləmişəm. Biz məsəl üçün kitab oxuyuruq, oxuduğumuzu sanırıq, amma oxumuruq. Yəni oxuyuruq, anlamırıq. Sadəcə sözləri təkrarlayırıq. Yəni bəlli bir 5 dəqiqədən sonra özünüzə fikir versəniz, yəni 5 dəqiqə öncəki oxuduğunuz cümlə yadınızda olmayacaq. Və yaxud da ki, musiqi dinləyirik. Həqiqətən də bir ara mən buna tüylədim, çox takmışdım. Musiqi dinləyirsən, musiqinin həqiqətən oturub mənasına baxanda sözlər, yəni mahnı, musiqi yox, mahnıya dinləyirsən, həqiqətən də elə mahnılar oturub bəzən mənalarına baxın, çox səviyyə, yəni super mənaları var. Onun da fərqinə baxım, çünki mən hindi kimi bunu qulaq asmamışam. Sadəcə, yəni keyfini tutmuşam, söz. Qarşınızdakını həmişə, yəni o qulaq asmaq, diqqət etmək bacarığınızı həmişə şeydir, yüksəldin, çalışın, onun üstündə işləyin. Məsələn, bir iş danışırsınız, məsələn, bura gəlmək işi. Qarşı tərəf sizə hər şeyi başa salıbdır, amma dinləməmisiniz. Sadəcə məqsədiniz Almaniyaya gəlmək olubdur. Bunu keçənki videoda da deyirəm. Almaniyaya gəlmək olub deyə dinləməmisiniz, sizi nələr gözləyəcək deyə şey eləməmisiniz. Qulaq asmamısınız, sadəcə Almaniyaya gəlmək istəmisiniz və gəldikdən sonra bütün bunlar baş veribdir. Yəni qarşınızdakını yaxşı dinləyin. Həqiqətən də sonradan problem baş verir. Deyirsən ki, məsələn demişəm, deyir yoxdur məncə. Yaxşı ki, səs yazı olur, səs yazı ilə açırsan göstərsən, hə bilmirdim, ya fikir verməmişəm. Verərdim, yəni bu bacarığınızı inkişaf etdirir. Beləliklə dostlar, yəni düşünürəm ki, bu video bu qədər yetərlidir, çünki YouTube-a yüklənmək də çətin olur. İnşallah gələcək videomda bilmirəm nə danışacağam. Gələcək videomda həqiqətən danışmaq istəyirəm. Almaniyaya ümumiyyətlə əlaqəsi yoxdur. Yəni müəyyən qədər davranış qaydaları nə baxımdan. Mən məsələn canlı yayımlar açacağım, canlı yayımda baxıram ki, həqiqətən insanlar qarşımdakına yəni çox
yəni üzləri görünmür, sadəcə yazırlar deyə çox yəni şey deyirlər və o dediyim diqqət belə, yəni diqqət haqqında danışacağam. Yəni o diqqətsizliyin insanı geri aparmaq, sonra davranış qaydasını bilmədiyinə görə insanı geri aparmağa sırf Almaniya məsələsinə uyğun olaraq, yəni sırf mənim məsələmə uyğun olaraq danışacağam. Yəni psixoloq deyirəm ki, ümumi bir qayda başa salım. Amma necə olur ki, insan məsələn Almaniyaya gələ bilər, gələ bilmir və yaxud da ki, Almaniyada bunları edə bilər, edə bilmir. Yəni hansı səhvlərinə görə bu sırf davranış qaydası, sırf bu diqqətsizlik. Yəni diqqətsizliyi burada danışdım, amma yəni o diqqətsizliyi demirəm. Səbirsizlik həmçinin yəni bu mövzu haqqında danışmaq istəyirəm. Konkret bir başlıq bilmirəm. İnşallah ki, onu da yəni videonun başlığında, indi bu videomun başlığında YouTube-a yükləyəcəm. Bu arada videonun özündə ChatGPT atmaq olur. Atıb ChatGPT deyirəm ki, məsələn bu başlıqda nə qoysam yaxşıdır. Yəni onu belə o başlığı yəni video yükləyəndə belə bəlli olacaq ki, tam olaraq nə qoyacağam. Amma məğzi bundan ibarət olacaq. Sağ olun dostlar.